Hər vaxtınız xeyir. Rəhman bəli, bir qədər əvvəl dövlət başçısı 4-cü Şuşa Qlobal Media Forumunda çıxış etdi. Həm yerli, həm xarici media nümayəndələrinin suallarını cavabladı. Bir çox istiqamət diqqət çəkdi. Xüsusilə hazırda bu konfransın, belə desək, bu tədbirin əsas mövzusu media və sülh, etimadın qurulması mövzusuna həsr olunub və bu istiqamətdə də dövlət başçısına verilən əsas suallar elə dünyanın müxtəlif yerlərində davam edən müharibələrlə bağlı oldu. Həm Rusiya-Ukrayna müharibəsi, həm Yaxın Şərqdə baş verən gərginlik, eyni zamanda bunların fonunda dünyanın müxtəlif ölkələrində mütəmadi olaraq yaşanan insidentlər barədə suallar verildi. Məhz bunların qarşısının necə alınması istiqamətində, eyni zamanda medianın hansı formada daha doğru, dəqiq, eyni zamanda operativ məlumatları çatdırması barədə müzakirələr aparıldı və bir çox əsas məqamlardan biri də məhz beynəlxalq təşkilatların rolu ilə bağlı səsləndirilən fikirlər oldu. Dövlət başçısı bildirdi ki, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, eyni zamanda Afrika ölkələrini birləşdirən təşkilatlar BMT-nin Təhlükəsizlik Şurasında daimi yer sahibi olmalıdır və BMT Təhlükəsizlik Şurasında təmsil olunmalıdır. Dövlət başçısı onu bildirdi ki, hazırda Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın bununla bağlı yeni yanaşmaları var, yeni istiqamətləri var və bu istiqamətdə müzakirələr də aparılır. Məhz BMT çərçivəsində həm Birləşmiş Millətlər Təşkilatının necə daha yaxşı öz fəaliyyətini qura biləcəyi, həm yeni dünya nizamı ilə ayaqlaşa bilməsi üzrə yeni yanaşmalar var qeyd etdiyimiz kimi, həm də Qoşulmama Hərəkatının dünyanın müxtəlif ölkələrindəki problemlərə aktiv cavab verməsi ilə bağlı fikirlər var. Bununla belə dövlət başçısı bildirdi ki, hazırda BMT-nin strukturu yenilənməlidir. Məhz Qoşulmama Təhlükəsizlik Şurası çərçivəsində hər üç ölkəyə də, daha doğrusu hər üç təşkilata da rotasiya əsasında daimi yer verilməlidir və dövlət başçısı onu qeyd etdi ki, hazırda Birləşmiş Millətlər Təşkilatına üzv olmaq istəyən çox ölkələr var, amma bura üzvlük məhz əhali sayına və ya iqtisadi göstəricilərə görə reallaşdırılır. Bununla belə bu doğru yanaşma deyil, çünki bu halda həqiqətən real fikirləri olan və yeniliklər təşkilatın gələcək istiqamətində yeniliklər tətbiq edə biləcək ölkələrin səsi eşidilmir. Məhz bununla bağlı da dövlət başçısı, belə desək, çağırış etdi. Bundan əlavə olaraq həmçinin prezident bildirdi ki, xüsusilə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də Azərbaycan aktiv rol oynayır. Hazırda Yaxın Şərqdə baş verən proseslərin fonunda Azərbaycanın məhz bu təşkilata rolu əhəmiyyətlidir. Məhz 2027-ci ildə də bu təşkilatın tədbirinə ev sahibliyi edəcək Azərbaycan. Bununla bağlı rəsmi Bakının da xüsusi rolu olacaq. Məhz İslam ölkələri arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində bizim forumdan çatdırmaq istədiyimiz məlumatlar hələlik bu qədər. Söz yenidən xəbər mərkəzindədir.